Hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugün sizə Azərbaycan dili üzrə növbəti bir test tapşırığı təqdim edirəm. Bu da imtahanda istifadə olunmuş sualdır. Maraqlı, sadə bir sualdır, amma eyni zamanda da biraz bizi çaşdıra bilər. Sualda deyir, adlıq cümlələri müəyyən edin. Adlıq cümlələr əslində o qədər də problemli bir bölmə deyil, amma sualda səhv yazanlar var idi. Biz bilirik ki, adlıq cümlələrdə xəbər olmur, mübtədə əsasında formalaşır, ikinci dərəcəli üzvə rast gəlmək mümkündür və cümlə əsas orada olsun, mübtəda mövcud olmalıdır. Belə, indi baxaq. Ey dünyanın dərdini çəkən həmdəmim. Bu sadəcə xitabdır. Bu bir dənə xitabdır. Bu adlıq cümlə deyil. Kənd soyuq, küçələr qaranlıq. İlk baxışdan bu bizi çaşdırır. Elə bilir ki, bu adlıq cümlədir, amma yadda saxlayın. Soyuq kənd, qaranlıq küçələr olsaydı, adlıq cümlə olardı. Yadda saxlayın, əlaməti ifadə edən söz ikinci gəlirsə, bilin ki, o cümlədə burada soyuqdur, qaranlıqdır, belə olur. Çünki adlıq cümlələrdə mübtəda var. Amma mübtədadan sonra gələn üzv, yəni belə deyir, təyin ola bilməz axı. Yəni xəbər ola bilmirsə, təyin olmalıdır bu. Təyin ola bilərmi? Ola bilməz. Bu mütləq əvvəldə olmalıdır ki, o zaman soyuq kənd, qaranlıq küçələr formasında adlıq cümlə olsun. Çünki adlıq cümlədə mübtədəyə aid olan təyin ola bilər. Bu səhvdir. Küçələrin qaranlığındakı evlər. Bu adlıq cümlədir, düzdür. Evlər, hansı evlər? Küçənin qaranlığındakı təyin və mübtədadan ibarətdir. Afərin, afərin, heç burada adlıq cümlə yoxdur. Axşam, dağ havası, gördüyümüz kimi bu da sadəcə bir sözlə və söz birləşməsindən ifadə olunan iki dənə adlıq cümlə işlənibdir. 3 və 5 doğru cavabımızdır. D variantı adlıq cümlələr hesab edilir. Belə, bu qədər. Növbəti sualda görüşərik. Sağ olun.